Hamıya salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz conjunction, yəni bağlayıcıdır. İngilis dilində bağlayıcılar, sözlər, söz birləşmələri, eləcə də cümlələri bir-birinə bağlamaq üçün istifadə olunan köməkçi sözlərdir. İngilis dilində bağlayıcının iki dənə növü vardır. Bunlardan biri tabesizlik bağlayıcısı, digəri isə tabelilik bağlayıcısıdır. Bunların bir-birindən əlbəttə ki, fərqləri vardır. İndi izah edəcəm. Deməli, tabesizlik bağlayıcısı ingilis dilində coordinating conjunction adlanır və nəyi göstərir? Tabesizlik bağlayıcısı adından da deyildiyi kimi tabesizdir, yəni müstəqildir. İki ayrı müstəqil işlənən sözü və ya cümləni bir-birinə bağlayır. Məsəl üçün, I like tea and coffee. Burada and işlənib, and isə tabesizlik bağlayıcısıdır. Bu o deməkdir ki, mən tərəflərini ayrı-ayrılıqda cümlə kimi istifadə edə bilərəm. Məsələn, I like tea də deyə bilərəm, I like coffee də deyə bilərəm. Amma tabelilik bağlayıcısında tərəflər biri-birindən asılıdır, ayrı-ayrılıqda istifadə edilməz, ayrı-ayrılıqda cümlə formasında yazılmaz. Məsəl üçün, I stayed at home because it was raining. Because it was raining cümləyə ayrı formada yazsaq heç bir məna vermir. Onun mütləq bir açıqlamaya, bir I stayed at home bir söz deməyə, bir başqa bir cümlə deməyə ehtiyacı vardır. Deməli, ingilis dilində tabesizlik bağlayıcılarından ən çox işlənənlər for, and, or, but, so, yetdir. Tabelilik bağlayıcıları isə müxtəlif növlərə görə dəyişir. Məsəl üçün, məqsəd bildirənlər so, that və yaxud da təzad bildirənlər but, though, although, despite və s. bunlar tabellik bağlayıcılarıdır. İngilis dilində and, or və but əlbəttə ki, bir-birindən fərqlidir. Gəlin bu fərqlərə baxaq. Birincisi and oxşar fikirləri bildirir. Məsəl üçün, he is calm and kind. O, sakit və mehribandır. Burada oxşar bir fikir bildiririk. Amma or seçim bildirir. Bizə iki dənə seçim verir. Məsəl üçün, we can go today or tomorrow. Biz bugün gedə bilərik və ya sabah. Deməli, burada iki seçim var ki, bugün də gedə bilərik. Bu birinci seçimdir. Today birinci seçimdir. Tomorrow isə ikinci seçimdir. Deməli, or seçim bildirir. Deməli, but isə əks fikir bildirir. Ziddiyyət var burada, təzad var burada. Necə olacaq? Məsələn, I like her, but she's very quiet. Mən onu xoşlayıram, amma o çox sakitdir. Yəni, burada xoşladığımı deyirəm, amma deyirəmsə, dalınca mütləq bir dənə negativ nəsə deyirəm. Və ya xoşlamıram deyirəm, amma bir dənə də pozitiv nəsə deyirəm ki, məsəl üçün, I don't like her, but she's very honest. Mən onu xoşlamıram, amma çox dürüst insandır. Bir də ingilis dilində sabit, yəni fix hissələri olan bağlayıcılar vardır. Bunlar either or, neither nor, both and, not only but also. Deməli, bunlar niyə sabitdir, fiksdir? Buna niyə diqqət etməliyik? Yəni, bunlar sabit olacaq. Nə əzbərləyirik? Either or deyirik. Artıq either nor deməyə ehtiyac yoxdur. Yəni, deyə də bilmərik, səhv olacaqdır. Eləcə də both anddir, amma both or demək olmaz. Testə salırlar. Görürsünüz ki, tərəflərin hissələrini dəyişdirirlər. Məsəl üçün, yazırlar either nor 100% səhvdir. Neither or yenə səhvdir. Both or səhvdir. Və yaxud da not only but also-nu qarışdırırlar, not also but only yazırlar, yenə səhvdir. Yəni, bunun tərəfləri qəti olaraq dəyişmir, sabitdir. Və burada mübtədə xəbər uzlaşmasına xüsusi diqqət eləmək lazımdır. Xüsusən də testlərə də tez-tez düşür. Yəni, mübtədə xəbər uzlaşması ilə bağlı testlər olur. Deməli, burada nəyə diqqət eləyəcəyik? Both and-də həmişə xəbər cəmdədir. Yəni, fərqi yoxdur, tərəflər təkdir və ya cəmdir. Both and vardısa, xəbəri mütləq cəm vermək lazımdır. Amma digərlərində, yəni either or, neither nor, eləcə də not only but also olanda xəbər ikinci ismindən uzlaşır. Daha aydın desək, xəbər özünə ən yaxın olan mübtəda ilə uzlaşacaqdır. Yəni, özünə ən yaxın olana baxacağıq. Təkdədirsə, tək xəbərlər, cəmdə olsa, cəm xəbərlər istifadə eləmək lazımdır. Məsələn, either my brother or my parent is coming to the party. Burada yəni iki nəfər var, mənim qardaşım, mənim valideynim. Amma burada is yazmışıq, yəni tək xəbər. Çünki özünə ən yaxın olana baxırıq. Parent təkdə olduğuna görə təkdə olanda xəbər yazırıq. Əgər parents olsaydı, yəni bu cəmdə olsaydı, bu zaman is yox, are istifadə etmək lazımdır. Deməli, either or, neither nor, eləcə də not only but also olanda xəbəri götürürük.
xəbərin düz yanındakı mübtədəyə baxırıq. Əgər xəbərin düz yanındakı mübtədə cəmdədirsə cəm, təkdədirsə tək olanı seçirik. Eləcə də neither my sister nor I am deməliyik. Nəyə görə? Çünki am cümləmizin xəbəridir. Xəbərin yanındakına baxıram, I işlənibdir. I ilə am işlənir, vəssalam, düzdür. Əgər burada are olsaydı və ya were olsaydı səhv olardı. Both and-də isə bir qədər fərqlidir. Both and olanda mütləq tərəflər necədir, fərqi yoxdur. Hətta sayılmayan da ola bilər, amma xəbər mütləq cəmdə istifadə edilməlidir. Both and olan cümlənin xəbəri mütləq şəkildə cəmdə olmalıdır. Not only but also da isə bayaq qeyd elədiyim kimi xəbər özünə ən yaxın olanla işlənir. Yəni xəbərimizi götürürəm is, düz yanına baxıram friend, friend təkdədir, is işlənir. Artıq bizim burada children-dan işimiz yoxdur, baxmırıq ona. Bir də tag questionlar. Tag questionlar ayrıcı sual cümlələri, bir tərəf təsdiq, bir tərəf isə inkar olur və ya əksinə bir tərəf inkardırsa, digər tərəf təsdiq olmalıdır. Əgər tag questionda ikinci tərəf təsdiqdirsə, birinci tərəfə neither nor yazmaq lazımdır ki, qaydaya uyğun olsun. Çünki dedik ki, təsdiqdirsə mütləq inkar olmalıdır. İnkar da neither nor istifadə edilir. Bir də ingilis dilində təzad bildirən bir çox bağlayıcılar var. Məsələn, although, though, but, however, whereas, despite, in spite of. Bunlar ingilis dilində təzad bildirən sözlərdir və burada necə olacaqdır? Although, though, but, however, eləcə də whereas olanda cümlə və cümlə gəlir. Yəni cümlə forması istifadə edilir. Amma despite və in spite of olanda bu zaman ya söz birləşməsi gəlməlidir, ya isim gəlməlidir, ya da ki, ing gəlməlidir. Yəni dalınca bir cümlə gəlmir bunların. Yəni despite, in spite of olanda bunlardan sonra birbaşa cümlə gəlmir. Bunlardan sonra ya isim gələ bilər, ya söz birləşməsi, ya da ing qəbul eləmiş sözlər gələ bilər. Bir də ki, ingilis dilində mənasına görə bir-biri ilə eyni olan bağlayıcılar da var. Məsələn, as və because. As də çünki deməkdir, because da çünki deməkdir. Sadəcə olaraq bir-birindən təbii ki, bir qədər fərqləri olacaqdır. İndi baxaq. Səbəb bildirir və iki müstəqil cümləni hər ikisi bir-birinə bağlayacaqdır və eyni mənanı verəcək. Hər ikisinin mənası çünki, ona görə ki deməkdir və tam cümlə. Yəni özlərindən sonra ing gəlmir, tam bütöv bir cümlə gəlir, müstəqil olan cümlə gəlir. Məsəl üçün, I stayed at home as I was ill. Mən evdə qaldım çünki mən xəstə idim. Eləcə də I stayed at home because I was ill. Mən evdə qaldım ona görə ki, mən xəstə idim. Bir də ki, because və because of-un bir-birindən fərqi var. Fərq nədir? Gəlin birinci mənasına baxaq. Bilirik ki, because çünki deməkdir və because-dan sonra birbaşa cümlə gəlməlidir. Amma because of ucbatından görə deməkdir. Sadəcə olaraq because of-dan sonra ya söz gələr, ya da ki, söz birləşməsi gələr. Yəni because-dan sonra cümlə gəlir, because of-dan sonra isə ya söz gəlir, ya da ki, söz birləşməsi gəlir. İndi gəlin fərqə baxaq. Dedik ki, because-dan sonra cümlə, because of-dan sonra söz birləşməsi. Baxaq. Məsəl üçün, because it was raining. Because gəldi, ardınca it was raining, yəni bütöv bir cümlə gəldi, bu düzgündür. Amma because of yazsaq, because of-un dalınca it was raining demək olmaz. Çünki because of-dan sonra cümlə gəlmir, sadəcə olaraq söz birləşməsi gəlir. Because of the rain, because of his tiredness. Məsələn, because he was tired. Burada dalınca cümlə gəlir. Because-dan sonra he was tired ifadəsi gəlibdir. Bu da cümlədir. Amma because of-dan sonra cümlə istifadə edilə bilməz. Yəni biz because of he is tired deyə bilmərik. Çünki because of-dan sonra söz birləşməsi gəlməlidir. Because of his tiredness, onun yorğunluğu ucbatından, yorğunluğu səbəbindən. Deməli, because-dan, eləcə də as-dən sonra cümlə gəlir. Because of, despite və in spite of-dan sonra isə ya söz gələ bilər, ya da ki, söz birləşməsi gələ bilər. Testdə də ola bilsin ki, düşsün. Despite-dan sonra bəzən görürsünüz of yazırlar, bu yanlışdır. Despite-dan sonra of istifadə edilməz. In spite of-dan sonra gördüyünüz kimi in spite-dan sonra of işlənir, amma despite-dan sonra of istifadə eləyə bilmərik.
Bir də ona görə mənasında olan sözlər. İngilis dilində so, that's why, therefore hər üçü ona görə də mənasındadır. Məsəl üçün I was tired, so I went to bed early. Mən yorğun idim, beləliklə mən yatmağa erkən getdim. That's why-da məsəl üçün I was tired, that's why I went to bed early. Mən yorğun idim, buna görə də mən yatmağa erkən getdim. Yenə eyni ilə mən yorğun idim, bu səbəbdən də mən yatmağa erkən getdim. Deməli, therefore-da necə olacaqdı işlənmə? Therefore cümlənin ortasında işlənəcək və özündən əvvəl səbəb, özündən sonra isə o səbəbin nəticəsi verilir. Məsəl üçün, it was raining, therefore we stayed indoors. Deyir ki, yağış yağırdı, buna görə də biz evdə qaldıq. Deməli, yağış yağırdı, bu səbəbdir. Evdə qalmağın səbəbidir ki, deməli, bu evdə qalıbdı, çünki yağış yağır. Bu bir səbəbdir. Yağış yağmağının nəticəsində isə bunlar evdə qalıblar. Deməli, therefore-dan əvvəl səbəb gəlir, sonra isə nəticə gəlir. Eləcə də məsəl üçün, she studied hard, therefore she passed the exam. O səylə çalışdı, belə buna görə də o imtahandan keçdi. Demək, burada necə olacaq? O səylə çalışdı. Bu bir səbəbdir, imtahanın səbəbidir və nəticəsi nədir? İmtahandan keçmək. Yəni çox çalışdı ki, imtahandan keçdi. So-da necə olacaq? So isə nəticə bildirəcəkdir. Məsəl üçün I was tired, mən yorğun idim. Bu yorğunluğun nəticəsini göstərir. Yəni so ilə because-un fərqi var. So nəticəni göstərir, because səbəbi göstərir. İndi nümunələrə baxsaq aydın olacaq. Deməli, dedik ki, so nəticəni göstərdi, because isə səbəbi göstərdi. Məsələn, I was tired, mən yorğun idim. Bunun nəticəsində nə olub? Bunu so göstərəcək. Yorğun idim, so I went to bed early. Yatmağa erkən getdim. Və ya she didn't study, oxumadı. Bunun nəticəsini göstərəcək. So she failed the exam. O imtahandan kəsildi. Oxumamağın nəticəsi. Because isə səbəbi göstərir. I went to bed, mən yatmağa getdim. Niyə getdim? I was tired, səbəb yorğun idim. Və yaxud da she failed the exam, o imtahandan kəsildi. Səbəb nə idi? Because she didn't study, çünki o oxumadı. Deməli, so-dan sonra nəticə, amma because-dan sonra isə səbəb işlənir. Yəni daha doğrusu so nəticəni bildirir, because isə səbəbi göstərir. Test işləyərkən isə eyni mənada olan bağlayıcılara diqqət eləyirik. Bu bağlayıcılar ya bir yerdə götürəcək, ya bir yerdə çıxacaq. Bu nə deməkdir? İndi bağlayıcıların mənaları eynidir axı. Məsəl üçün, as və because. Görürsünüz ki, A variantında asdir, tutalım ki, C variantında because'dur. Bilin ki, ikisi də səhvdir. A və C variantını çıxmaq lazımdır. Amma ikili testlər olanda, yəni iki cavab seçirik. Birdə məsəl üçün asdir, üçdə də because'dur. Ya cavab 1-3-dür, ya da cavab tutam ki 2 ilə 4-dür. Bu formada test edərkən diqqət etmək lazımdır mənası eyni olan bağlayıcılara. Bir də ingilis dilində so that, such that, eləcə də so that-ə baxmaq lazımdır. Deməli, birinci baxaq so that. So that sifəti vurğulayır və özündən sonra, yəni so that-dən sonra ifadədə, deməli, so-dan sonra sifət gəlməlidir. Məsələn, the movie was so funny that we laughed a lot. Deyir ki, film o qədər gülməli idi ki, biz çox güldük. Deməli, burada so-dan sonra funny, yəni sifət gəlibdir. Bu sifəti vurğulayır. Sakit isə isim üstəgəl sifəti vurğulayır. Buna görə də sakitdən sonra isim gəlir, sifət gəlir, daha doğrusu, sonra isim gəlməlidir. Burada məsəl üçün birinci sifət gəlir, sonra isə isim gəlir. He is such a good singer that everyone applauded him. Özündən sonra birinci sifət, daha sonra isə isim işlənibdir. So that nədir bəs? So that məqsəd bildirir. Bununla bunu qarışdırmayın. Biri var so, arada sözlər sonra that gəlir. Bir də var so that, ikisi ard-arda gəlir. Yəni arada heç bir söz olmur. Bu so that məqsəd bildirəcək, üçünkü mənasına gələcəkdir. Və burada iki cümlə olacaq. Cümlə 1 və cümlə 2 cümlənin ortasında işlənəcəkdir. Məsəl üçün, I closed the window, bu birinci cümləmizdir. So that the room wouldn't get cold. Deyir, mən pəncərəni bağladım. Ona görə ki, ondan ötürü ki, otaq soyumasın.
burada bizə məqsədimizi göstərir ki, pəncərəni niyə bağlamışıq? Otaq soyumasın deyə pəncərəni bağlamışıq. Yəni bunları qatmaq olmaz. So that olanda sodan sonra sifət gəlir. Such that olanda saçdan sonra sifət, sonra mütləq isim gəlməlidir. Amma so that məqsəd bildirən cümlədə işlənir. Bu zaman iki cümlə olur və iki cümlənin ortasında işlənir və bizim məqsədimizi göstərir. Gəlin if və unless-ə baxaq. Deməli, if və unless şərt budaq cümləsində istifadə ediləcəkdir. Sadəcə olaraq bir-birindən fərqi vardır. If bizim dilimizə əgər kimi tərcümə olunacaqdır. Məsəl üçün, if you study hard, you study, you will pass. Əgər sən oxusan, sən keçəcəksən, yəni imtahandan keçəcəksən. Amma unless if nota bərabərdir. Yəni unless if-in negativ mənasında işlənir. Əgər deyilsə, masa kimi tərcümə olunur və öz daxilində inkarlıq bildirir. Unless olan tərəfi inkarda yazmaq olmaz. Çünki artıq unless özü inkarlıq bildirir. You can't enter unless you have a ticket. Əgər sənin biletin olmasa, biletin yoxdursa, sən daxil ola bilmərsən. Deməli, if və unless hər ikisi şərt budaq cümləsində işləndi. Fərq nə oldu? If deməli əgər deməkdir, amma unless bərabərdir if nota, yəni ifin inkar formasına. Gələk since, bəri və since üçün görə. İngilis dilində since-in iki dənə mənası var. Deməli, bunlardan biri since bəri deməkdir və bu zamanla bağlıdır. Yəni zaman göstəricisidir. Amma since üçün görə deyəndə açıqlama mənasında, yəni nə isə bir şeyi açıqlayır. Baxaq, since bəri mənasında olanda həmin cümlə mütləq indiki bitmiş zaman formasında işlənməlidir. Məsəl üçün, she hasn't seen her brother since 2015. O, 2015-ci ildən bəri qardaşını görməmişdi. Deməli, burada since işlənibdir, cümləmiz də indiki bitmiş zamandadır. Amma əgər since bizim dilimizə üçün, görə kimi tərcümə edilirsə, bu zaman zamanın fərqi yoxdur. Yəni, istənilən zamanda istifadə edilə bilər. Çünki artıq burada since-in zamanla bir əlaqəsi yoxdur. I can't solve this problem since it is tough. Mən bu problemi həll edə bilmədim, çünki o çətin idi. İndi baxaq whereas. Whereas bizim dilimizə halbuki, amma kimi tərcümə edilir və whereas ziddiyyəti göstərir. Elə adından da, tərcüməsindən də məlumdur. Halbuki, amma kimi istifadə edilir və ziddiyyət göstərir. İşlənməyi necə olacaq? Cümlənin ortasında istifadə ediləcək. Özündən əvvəl bir cümlə, özündən sonra isə ikinci cümlə gəlməlidir. Məsələn, he works full time, whereas she works part time. O tam ştat işləyir, halbuki amma o yarım ştat işləyir kimi tərcümə edilir. Və burada təzadlıq vardır ki, o tam ştatdır, o birisi yarım ştatdır. Bir də while iki mənada, iki formada işlənəcək. Necə olacaqdır? While-ın birinci mənası, while bərabərdir when-ə. Yəni, when-lə eyni mənada olur. Yəni, arkən, ərkən kimi tərcümə edilir bizim dilimizə. Və bu zaman eyni anda baş verən iki dənə hərəkəti göstərir. Məsələn, I was cooking while he was studying. O dərs oxuyanda mən yemək bişirirdim. Deməli, hərəkət ikisi də eyni anda baş verir. Bizim dilimizə də arkən, ərkən kimi tərcümə olunur. O dərsi oxuyarkən mən yemək bişirirdim. Və while olanda özündən sonra ya cümlə gəlməlidir, ya da ki participle one, yəni feili sifət gəlməlidir. Yəni ing qəbul eləmiş feil. While-ın digər mənası isə however-ə bərabərdir. Biz bilirik ki, however, amma, ancaq, lakin deməkdir. Yəni, however və whereas eyni mənadadır və while, amma kimi də dilimizə tərcümə edilir və bu zaman əlbəttə ki, ziddiyyəti bildirəcək və iki fikri bir-biri ilə qarşılaşdıracaq. Məsəl üçün, I like coffee while my sister prefers tea. Mənim bacım çay içməyə üstünlük verərkən mən kofeyə xoşlayıram. Deməli, burada iki fikir qarşılaşdırılır və ziddiyyət bildirir. Əgər hadisə eyni andadırsa, while bərabərdir arkən, ərkən mənasına. Əgər burada bir müqayisə vardırsa, while bərabər olur amma mənasına.
Bir də though, even though, although bu ifadələrə baxaq. Bunların üçü də təzadlıq bildirir və üçü də bizim dilimizə sada, sədə, baxmayaraq kimi tərcümə olunur. Sadəcə olaraq bunların əlbəttə ki, bir-birindən fərqləri vardır. Bu fərqlər çox incə məqamlardır. Onlara baxaq. Although daha çox rəsmi yazışmalarda istifadə edilir. Although it was raining, we went out. Baxmayaraq ki, yağış yağırdı, biz çölə çıxdıq. Deməli, burada yağış yağsa da deyə tərcümə edə bilərik. Yağış yağsa da biz çölə çıxdıq. Amma though gündəlik danışıq dilində daha çox istifadə olunur. Sadəcə olaraq ikisinin fərqi ondan ibarətdir ki, though cümlənin sonunda da istifadə edilə bilir. Həm əvvəlində, həm də ki, sonunda istifadə edilə bilər. Məsəl üçün, though it was cold, she didn't wear a coat. Baxmayaraq ki, soyuq idi, o palto geyinmədi. Demək, burada əlbəttə ki, bir təzad vardı. Eləcə də it was hard, I enjoyed it though. Deyir ki, çətin idi, amma mən ondan xoşum gəldi. Deməli, burada da though cümlənin sonunda istifadə edilibdir. Even though isə güclü ziddiyyət bildirir. Yəni, burada ziddiyyət daha güclüdür. Even though he was ill, he went to work. O işə getdi, baxmayaraq ki, o xəstə idi. Yəni, burada bir vurğu var, daha güclü bir ziddiyyət var. Sadəcə bu tipli cümlələr qurarkən və ya testlər yazarkən nəyə diqqət edəcəyik? Diqqət edəcəyik ki, although, even though, eləcə də though olanda həmin cümlədə but olmaz. Çünki artıq bunlardan üçündən biri işlənir də, əlbəttə ki. Bunlardan artıq hamısı ziddiyyət bildirir. Həmin cümləyə but yazmaq mənasız olacaq, həmin cümlə düzgün sayılmayacaqdır. Although, even though, eləcə də though olan cümləyə but yazmırıq. Və whether, if-ə bərabər olur. Yəni, bizim dilimizdə if necə ki, m kimi tərcümə edilirdi. Whether də elə olacaqdır. Məsəl üçün, I don't know whether he will come. Mən bilmirəm ki, o gələcək. Bu cür tərcümə edilir. Zət də ki-yə bərabərdir. Sadəcə olaraq zət olan cümlədə nəyə diqqət edəcəyik? Ask, wonder, want to know kimi sözlərdən sonra zət gəlməz. Məsəl üçün, I wonder zət demək olmaz. I wonder when he went to Paris. Mən maraqlanıram ki, o nə vaxt Parisə getdi. Bir də bağlayıcılardan 4 dənəsi orla işlənir. If ilə or işlənir. No, or, either, or və whether, or. Bunlar 4 dənəsi orla işlənir. Bunları da əzbərləmək çox önəmlidir. Və nəhayət sonuncu as və so as-in bir-birindən fərqinə baxaq. As bizim dilimizə kimi deyə tərcümə olunur. Məsəl üçün deyirəm ki, your brother as intelligent as you. Sənin qardaşın sənin kimi ağıllıdır. Kimi deyə tərcümə olunur. Amma so as kimi deyil kimi tərcümə olunur. Məsələn, deyirəm ki, your sister isn't so intelligent as you. Sən bacın sənin kimi deyil. Sən kimi intelligent, yəni ağıllı deyil. Deməli, bunların fərqi nədir? Fərqi mənasındadır. Əlbəttə, biri inkarlıq, biri isə təsdiq kimi görünür. Sadəcə olaraq as-i biz həm təsdiq, həm də ki, inkar cümləyə yaza bilərik. Yəni, as olan cümləni inkar da eləmək mümkündür. Təsdiqdə də ola bilir. Amma so as olan cümlə yalnızca inkar olan cümlədə istifadə olunur. Yəni, so as-in olduğu cümlə mütləq ki, inkarda istifadə edilməlidir. Məsələn, she is as kind as you, o sənin kimi mehribandır. Burada cümlə təsdiqdir, amma istəsəm inkar da eləyərəm, not yazaram. She is not as kind as you. O sənin kimi mehriban deyil. Amma mən so as olan cümləni artıq götürüb təsdiq eləyə bilmərəm. Notu buradan silə bilmərəm. Bir də ki, necə əzbərləmişik elədir. Yəni, as və so as olaraq əzbərləmişik. As zət yoxdur, so yoxdur, as so yoxdur. Yəni, belə ifadələr yoxdur, mövcud deyil.